Taksonomiyanın anlamaq mərhələsi. Bu mərhələ artıq mahiyyəti başa düşmək mərhələsidir. Şagird anlayır, dərk eləyir, öz sözləri ilə izah eləyir, ümumiləşdirir, qruplaşdırır, səbəbini izah eləyir, nümunələr gətirir, anlayır ki, bu nədir. Tərifi əzbər desə nədir? Yadda saxlamaq mərhələsidir. Amma o tərifi öz sözləri ilə desə, ümumiləşdirsə, ona bir nümunə gətirsə, bu artıq anlamaq mərhələsidir. Anlayıb ki, bunu edə bilir. Burada artıq baş işləyir. Burada artıq məntiq işə düşür. Və anlamaq mərhələsində bir məsələ var, yaxşı yadda saxlayın. Müəllimin verdiyi düstur, ipucu, nümunə əsasında işi görürsə, bu anlamaq mərhələsidir. Müəllim deyir ki, bax bu misalı, məsələni bu düsturla həll et. Bu anlamaq mərhələsidir. Amma bir də var ki, müəllim bir çox düsturlar öyrədib, şagird özü qərar verəcək hansı düsturdan istifadə edərək bu misalı məsələni həll edəcəyini. Bu tətbiqdir. Uşağın əlində nəsə var, bir nümunə var, düstur var, istiqamət var, ona əsasən işləyəcəksə anlamaqdır. Yox, uşaq bir çox şeylər öyrənib, müəllim öyrədib, onlardan istifadə edib bu misalı məsələni həll edəcəksə, bu tətbiq etmək mərhələsi olur.